Nə bilim qəribə cərəyanlar yaranıb indi. Ağzı açırsan bir dənə şirk sözündən başqa heç nə bilmir. Nə qədər nadan insanlardır bunlar. Gecə gündüz axır vaxtlarda lap da belə deyim ki, qarış-qarış məni izləyirlər. Hər çıxışımdan bir dənə şey oradan kəsir, buradan kəsir. Nə bilim mən bir dənə görüntü yayıblar. Bayrağı öpürlər, İmam Hüseynin hərəmindən gələn bayrağı. Vay Allahdan qeyrisinə ibadət edir. Mən başa düşmürəm, adam hər şeyi öpəndə ona ibadət edir. Sən 100 dənə şeyi gedib öpürsən, ona ibadət edirsən. Öpdüyün şeylər hamısı sənin ibadət elədiyin şeydir. Hər hansı bir halda bir şey insan bir bayrağı öpürsə, dövlət başçısı dövlətin bayrağını öpür, bu ibadətdir. Hər hansı bir dövlətin. Bir ana oğlundan aldığı məktubu öpür, bu ona məktuba ibadət edir. Yəni bu qədər məsələ çətindir bunu anlamaq. Bunu başa düşmək bu qədər çətindir. Bayraq gəlib İmam Hüseynin hərəmindən, cəmaat onu öpür, dillə vay, bayrağa ibadət elədilər. Bu cahillik 21-ci əsrdə, hələ buna mən dəlil gətirim ki, bu şirk deyil. Kimsə dəlil soruşur ki, ay ana sən oğlundan gələn məktubu öpdün, ona ibadət elədin. Bu qədər sadə daxı məsələ. Quranda açıq deyir ki, Həzrəti Yaquba oğlundan köynək gətirdilər, köynəyi gözünə sürtdü. Şirkdirsə bunun ən böyüyü bu olar, əstəğfurullah. Həzrəti Yaquba nisbət ver onda. Deyir o başqa bir şey. Nə idi? Başqa şey. Başqa şey nə idi axı? Deyir o başqa bir şeydir. O Quranda yazılır. O nə filan. Yəni bu cahillik virus kimi tutub aləmi gedir. Amma halbuki Quran özü deyir. Ayəni mən qeyd eləmişəm. Buyurur ki: "Vələv ennehum izzalamu anfusahum ca'uk fastaghfirullah vastaghfara lahumur rasul levecedullah tevvaben rahima." Deyir, əgər onlar özlərinə zülm edəndən sonra, yəni günah etdikdən sonra sənin yanına gəlsəydilər, Peyğəmbərə deyir, sənin yanına gəlsələr, Allaha istiğfar eləsələr və Peyğəmbər də onlar üçün bağışlanmaq istəsə, Peyğəmbər də onlar üçün bağışlanmaq istəsə, Allahı rəhm eləyən görərdilər. Tövbə elə özümlə Allah arasındadır, bəli. Bəs niyə deyir, Peyğəmbər də onlar üçün bağışlanmaq istəsin? Deyir, gedin Peyğəmbərin yanına, o sizin üçün bağışlanmaq istəsin. Peyğəmbərə müraciət ediyor. Niyə? Onun hörməti çoxdur. Bunu başa düşmək çətindir. Biz gedirik, deyirik, ya Rasulallah, Mədinəyə gedirik. Allahdan istə bizi bağışlasın, sən hörmətli bəndəsən. Kimdən istəyirik? Deyirik, ya Rasulallah, sən Allahdan istə. Bu pis bir şeydir. Bu tövbənin həqiqətidir. Biz Kərbəlaya gedirik, deyirik, ya Abdullah, sənin doğu qaytarmazlar, sən mənim üçün bağışlanmaq istə. Bu insanlıqdır, bu təvazödür.